Əziz dostlar, yenə də hər vaxtınız xeyir olsun. Yenə mən Xətai Mehbaliyev bu dəfə də pərdə arxası verilişi ilə sizin qarşınızdayam. Bu dəfə də hər hansısa bir filmin pərdə arxasındayıq, amma sırf çəkilişin özünün yox, film prosesinin yox, qala gecəsinin pərdə arxasındayıq. Maksimum çalışacağıq ki, sizə qala prosesində nələr baş verir göstərək. Getdi. Təqdimat gecəsində bir çox tanınmış aktyorlar, rejissorlar, sənət adamları var. Mən inanıram ki, yeni bir şey olacaq. Oğlumla gəlmişəm ha təqdimata. Salam qardaş. Salam. Amil Əloğlunun 4 təkər filminin təqdimat mərasimidir. İndi isə bizim filmin yaradıcı heyəti hamısı bir yerdə inşallah ki, gəlib qırmızı xalıya çıxacaqlar. Təqdimat rəsmi olaraq başlayacaq. Çox maraqlı, həqiqətən ailəvi gəlib baxılacaq bir komediyadır. Hazırda qala gecəsində iştirak edən insanların demək olar ki, bir çoxu gəlib, biz əslində biraz gecikdik. Kimlər dəvət olunur? Film adamları, rejissorlar, operatorlar, rəssamlar, ümumiyyətlə filmə belə deyək də, filmdə əziyyəti keçən insanlar adətən dəvət olunur film qalalarına ki, dəyərləndirmə olsun. Gedək. Deməli, Mithat müəllim indi hal-hazırda qala gecəsindədir. Xətrin çox istədiyim insanlardan biri, sevimli aktyorumuz. Necəsiz? Necədir fikirləriniz? Film haqqında, ümumi proseslər haqqında? Çox belə yaxşı əhatəmiz oldu. Həm rejissor yaxşı, həm də gözəl insandır, Amil Ali. Eləcə də yığdıq aktyorlar, dəvət elədiyi aktyorlar mənim ürəyimcən oldu hamısı. Həm Səmimini gördüm orada, həm Əli bəyi gördüm, ondan sonra Məcidi gördüm, Tərlan Nur Yaşarı gördüm. Yəni belə aktyorlarla belə cavan olsalar da, bunlarla işləmək mən həmişə özümə belə şərəf hesab edirəm ki, cavanlıqdır, gənclikdir. Əgər bizim havaqsa, gənc olanda bizdən böyüklər bizim qayğımıza qalmayıblarsa, bizə yaxşı yanaşmayıblarsa, bu o demək deyir ki, biz bunlara qarşı yaxşı yanaşmayaq. Ona görə mən çox sevirəm ki, gənclərə onlar da məni çox istəyirlər. Bağlı eləməzini görüb deyirsin, ağsaqqalım. Maşallah, Allah sizə ömür versin. Allah gözəl insandır. Mithat kişi ilə biz Qayıdış serialında da çəkilmişik bir serialda. Sənin rolun var. Necəsiz Vaqif müəllim? Keyfli salımız. Gəlin siz də bir müsahibə verin. Bizdə pərdə arxası verilişidir. Filmlərin, serialların pərdə arxasını çəkilir. İndi sadəcə qala gecəsindəyik. Siz də bu filmdə varsınız. Film haqqında ümumi təəssüratlar necədir? Mən ümumiyyətlə filmdə yoxam, amma qrupla tanışdığım var. Yəni bilirdim ki, bu film çəkilir. Mən inanıram ki, çoxdan Amil bəy komediya çəkmək istəyirdi və mən inanıram ki, yeni bir şey olacaq. Bir də var ki, düşündürücü bir komediya. Bax, aramızda bu söhbət olub. Mən inanıram, yaxşı bir film olacaq. Mən də inanıram. Uğurlar olsun. Bütün heyət dostlarımızdır, tanışlarımızdır. Çox yaxşı aktyor heyəti var. Teşekkürlər. Siz də çox sağ olun. Çox sağ olun. Allah siz sağ olsun. olun. Sağ olun. Sağ ol. Amil təbrik edirik. İbo təbrik edirik. Fətay hamımızı təbrik edirik. Könül necəsən?
Salam, nətərsən Xətay? Əvvəla bayramın mübarək. Hər zaman izləyirəm səni, səsin zirvələrdən gəlsən, səni çox istəyirik. Amilə də təbrik edirik və deyirik ki, daha da irəli getsin, daha da mükəmməl filmlərə imza atsın. Xətayi, sən bu bilmirəm, verilişli layihədə uğurlar arzulayıram birinci növbədə. Sən ürəksən, çünki həmişə işlərin çox gözəl olur və mükəmməl olur. Amilə də təbrik eləyirəm. Gözəl dostumuzdur. Həmişə gözəl layihələrlə hamının qarşısında olsun. Uğurlar arzulayıram. Bu sektorda İcinka kast direktoru sanki çox düzgün, çox səmimi. Yəni ki, hər kəsin sevimlisən. Səni biz çox Hələ sevirik. xüsusi zarafatlar da var ki, o Facebookda paylaşılan zarafatlar aləmdir də bir başqa aləm. Bilirsən? Biraz da sən təriflə. Sən tərif. Bunu tərif edirik. Təqdimat amilində amma bu Xətayi, sən bilsən də əziz bilir. Səni necə çox istəyirəm. O qiymət var ha, o qiymət. O qiymətə mən ancaq sən dəvət eləyəndə gedirəm. Bəli, çox sağ ol. Çox sağ ol. Var olun. Bir sözlə, seriala, kinoya, klipə qızlar lazım olsa buradayıq. Qızlar Sağ ol. Sağ ol. Rəvan bəy, necəsiz? Salam, çox sağ olun. Necəsiz? Yaxşıyıq, yaxşıyıq. Nə var, nə yox? Var olun, minnətdaram. Siz necəsiz? Yaxşıyıq. Dostlar, qeyd edeyim ki, artıq Rəvan bəydə neçə ildir təxminən 15-17 ildir ki, film sektorunda fəaliyyət film göstərir. sektorundadır. Öz işi bilədməyən zəhmət olmasın. Öz işim hal-hazırda biznes fəaliyyətlə məşğulum. Film sektorunda fəaliyyətimiz casting, prodüser, location manager, aktyor olaraq fəaliyyət göstərmiş Azərbaycan filmoqrafiyasında. Amma indi həm də Həm də biznes, bloqerindən bəli, bloqerindən məşğulum. Özüm reklamlar çəkirəm, bəli. Digər Bəli, öz markalarımı məhsullarını təqdim reklam edirsən, edirəm, bəli. tanıtdırırsan. Siz də bizim dəyərli Filmlə dostlarımız. bağlı var o. Çox sağ ol. Filmlə bağlı furşet bizə məxsusdur. Gördüyünüz çay, su, kofe, şirniyyatlar və bütün qonaqların qidalanmağı, gözəl bir əyləncə olmaq üçün biz təşkil etmişik. Sponsor Nə bizik. gözəl. Necədir? Xoşunuza gəldi? Bəyəndinizmi? Yaxşıdır. Furşetimizi. Hələ dadmamışıq, amma Qonağımız ola bilərsiniz. fürsətdə dadacaq. Çox şadıq. Təşəkkür. Çox sağ ol. İzləyiciləri də salamlayıram. Sizə də uğurlar arzulayıram. Var olun, yaxşı varsınız. Sağ ol, Rəvan. Sağ olun dostlar. Sağ ol. Mehtəşəm. Samirə xanım da bizim sevimli aktrisamız, dostlarımızdan biridir. Siz də rol almısınız burada, yoxsa yox? Qonaq kimi gəlmisiniz. Bilirəm ki, bütün demək olar yaradıcı heyətlə dostsuz. Təbrik edirəm Amili, uğurları bol olsun. Bütün demədim, bütün heyətə təbrik edirəm hamısını bir kəmə kimi. Var olun. Çox sağ Sağ olun. olun. Minnətdaram. Sağ olun. Uğurlar. Sağ olun. Hələ ki, əziz dostlar, davam eləyir filmin təqdimat mərasimi, qala gecəsi. Bacardığımız qədər müsahibə götürəcəyik. Yenə də qeyd edirəm ki, burada həmən filmin çəkiliş prosesində iştirak edənlər və yaxud da filmlə əlaqəsi olan insanlar dəvət olunur adətən. Gördüyünüz kimi qala gecəsində, təqdimat gecəsində bir çox tanınmış aktyorlar, rejissorlar, sənət adamları var. Çox maraqlı olur ümumiyyətlə qala gecələri. Cavanşir buradadır. Necəsən? Sağ ol, necəsiz? Canınız başlasın. Bizim sevimli aktyorumuzdur. Çox sağ ol, əzizim. İstedadlı insanlardan Var ol, biridir. əzizim. Oğlumla gəlmişəm, ha təqdimata. Salam qaqaş. Salam, Necəsən? yaxşıyam. Adın nədir? Taməllah. Ay maşallah. Sən də aktyor olarsan inşallah. Bəs nə? Müdürlə futbolçu. Futbolçu? Hə. Ay maşallah. İnşallah. İnşallah. Heç abi, nəsə səs-küylü təqdimat oldu. İnşallah dörd təkər, PR da çox yaxşı oldu, reklam da çox yaxşı oldu. İnşallah görə əsas film nətir oldu. Belə başa düşürəm ki, filmdə gözəl dostlarımız, aktyorlarımız çəkilib. Hər halda pis film olmaz. Yəni, baxımlı film olar, düşərli film olar. Uğurlar arzulayıram hamısı. Öpürəm, var olun.
Zəfər də bizim elə X-Medianın üzvüdür. Yenicə aktyorluğa qədəm qoyur, eləcə də Əli bəy. Nədir ümumi film haqqında təəssüratlarınız? Yaxşıdır, hər şey gözəldir. Var olun. Təbrik edirəm. Çox mübarək. Yəni elə bil toya mübarək dediniz Zəfər, biraz elə Süleyman adını çəkmədim daha doğrusu. Yenə də uğurlu olsun, davamlı olsun. Əziyyət çəkib gəldiyinizə görə təşəkkür edirəm Sağ olun, sizə. var olun. Siz də bizə lentadınız. Təbrik edirik, çox mübarək, uğurlarınız bol olsun. İnşallah bundan da yaxşı belə sinemalarda iştirak edər. Çox sağ olun. İndi isə bizim filmin yaradıcı heyəti hamısı bir yerdə inşallah ki gəlib qırmızı xalıya çıxacaqlar. Təqdimat rəsmi olaraq başlayacaq. Bəli, filmin heyəti qırmızı xalıya daxil olur. Xeyirli uğurlu olsun hər kəs üçün. Hər biri çox dəyərli dostumuz, tanışlarımızdır. Ümid edirəm ki, çox maraqlı bir film olacaq. Müasir filmlərin inkişafına yönəlik kommersiya filmləri olmalıdır mütləq. Yəni bu kimi filmlər. İndi bizlər komanda yığışdı, işlədi, əziyyət çəkdilər, zəhmət çəkdilər. Dörtnəkər adında bir film istehsal elədik, ortaya çıxartdı. Ancaq ki, bu bundan bitməməlidir. Yəni dayanmamalıdır istehsala. Həm rejissorlar təbliğ edilməsin, həm aktyorlar, həm rəssamlar, həm senaristlər. Ona görə bunu davam olmalıdır və davamlı olmalıdır. İnsanlar da bu cür filmlərə gəlib baxıb əylənməlidirlər. Dörtnəkər filmi sanki istat verdi komediya filmlərinə daha da çox çəkilməlidir. Deyirlər gəlsin, gəlir çəkin. Salam edir. Namanı. Var ol, çox sağ ol. Eşk olsun, eşk olsun. Əziz dostum, parodist, aktyor, istedadlı insan. Ramin bizləndir, Ramin də bu filmdə rolu var. Ramin, nə deyə bilərsən film haqqında, obrazla? Mənə gəlir ki, maraqlı bir obrazdayam, idrak obrazındayam. Göz, ev, yıxmaq ev qalbi. Burada da yenə mənim gözüm öz sözünü deyəcək. Mən izləyicilərin özlərini buraxıram ki, gəlsinlər, baxsınlar. Çox maraqlı, həqiqətən ailəvi gəlib baxılacaq bir komediyadır. Bu komediyada ümumiyyətcə az olur və bəzən ailəli gəlib baxmaq, öz bilirsiniz. Amma burada rahat şəkildə gəlib ailəyə baxa bilərsiniz, əylənə bilərsiniz. Yəni həqiqətən 2 saat ərzində istirahət edəcəklər. Bizə deyirlər belə yaxşı məqamda deyim. Həla, həla. Çox sağ ol. Siz sağ olun. Çox sağ ol. Təşəkkür. Şahib, necəsən, nə deyə bilərsən ümumiyyətlə bu film sektoru haqqında? Rəvanı da tanıyırsan da, əziz və dəyərli dostumuz. Bəli, sağ olun əziz və dəyərli dostlar. Hər biriniz Azərbaycanın ən maraqlı, ən kreativ yerlərindən biri olan Flame Towers
alov güllələrindən salamlayıram. Bu gün Azərbaycan filmoqrafiyasında ən maraqlı filmlərdən biri olan Amil Əloğlunun 4 təkər filminin təqdimat mərasimindəyik. Siz də Azərbaycan kinematografiyasının inkişafını istəyirsinizsə, mütləq Azərbaycan kinematografiyasında çıxan yeni filmləri izləyin və gəlin kinoteatrlarda baxın ki, sizin aldığınız bir biletlə Azərbaycan kinematografiyasına yeni bir filmin doğulmasına imkan yaradırsınız. Çox sağ olun əziz və dəyərli dostlar, əziz izləyicilər. Film tarixdir. Azərbaycanın ən qədim tarixindən tutmuş bu günə qədər tariximizi unutmayaq. İzlədiyiniz üçün təşəkkür edirəm. Mən Rəvan bəy. Bunları əzbərləmisən. Xeyr, əzbərləməmişəm. Bir nəfəsə dedin. Bəli, əlbəttə. Salam əziz və dəyərli dostlar, hər vaxtınız xeyir olsun. Gördüyünüz kimi hal-hazırda Azərbaycanın ən gözəl, ən möhtəşəm yerlərindən biri olan halaldır. Çox sağ olun. Halaldır. Davam elə vloqlarını çək. Elvin necəsən? Çox sağ ol abi, sən necəsən? Səni gördüm, yaxşı oldum. Sən bizim dəyərli və uzun müddətli bu sektorda əziyyət çəkən gözəl qardaşımızsan deyə səni görmək xoşdur, həqiqətən. Var olun. Görsən, adın gələn kimi olmalıdır. Bütün enerji dəyişir. Elvinəm, rejissordum, həm də aktyor kimi də özün yoxluyur. Bizim dəyərli sənətkarımız Fərman Şəkilinin ara rəhmət eləsin. Allah rəhmət eləsin. Xənnas filan, yəni çox filmləri var, çox maraqlı işləri var. Həqiqətən də öz işinin peşəkarıdır. Taxa bilmədim. Şad oldum səni görməyə. Onu taxsan da, taxmasan da yazır abi. 100 metr məsafədən götürür. Çox sağ ol. Mən də həm səni görməyə bir dostum kimi şadam, həm sizin verilişi izləyirik. Bəzi filmlərin backstage-indən artıq görmüşəm sizin sujetləri. Qalalarda çəkməyiniz yaxşı bir şeydir. Sizə bol şanslar, uzun ömür arzulayıram. Belə bir verilişə ehtiyac var idi. Nə vaxt filmin olsa denən böyük məmnuniyyətlə gələk çəkək. İndidən deyirəm, gələn ilin fevral ayında. İnşallah. Bir ay qabaq yadıma salarsan. Öpürəm. Sahib, sən danışma. Nəyə qayıdın? İşte, sağ ol Sahib, aktyordun. Sahib Zaman Bağırov. İllərdir tanıyırıq sahibi. Və sadəcə Rəvan bəy imkan vermədi ki, salam hər vaxtınız xeyir olsun əziz və dəyərli dostlar. Rəvan bəy imkan vermədi, yoxsa danışacaqdı. Nə deyə bilərsən ay sahib? Saçlı saqqalını da qırxmısan biraz. Ay nə deyim? Değişmisən. Həm də fotoqrafdır, bax çəkir. Adam hər işlə məşğuldur. Film inşallah uğurlu olsun. İnşallah görək ki, kassası bol olsun. Kameriya var. Bəli, kassası bol olsun. Amil real həyatda dostluğumuz var, çox yaxşı olandı. Rejissor olaraq da səfər məmsə ikinci ya üçüncü işidir görürəm, işlər görüb. Uğurları bol olsun, kassası bol olsun. Başqa da nə arzu edə bilərəm? Hər belə deyim, rejissora arzularımızdan. Çox sağ ol. Sizin də komandaya uğurlar, sizin layihəyə uğurlar. Yəni bacardığımız qədər biz də yanınızdayıq. İnşallah. İnşallah.